Hadisələrdə kök tapmaq qanunu. Ailə də evə getmisən, hə? Kişi gəldi evə. Qadın gətirdi, yeməyə qoydu qabağına. Qoyanda tərs səs qoydu. Düzdür? Kişi ona qayıdır, deyir ki, məsələn, qoyma. Belə qoymaq olmaz. Niyə qoymaq olmaz? Hədislərdə var ki, gələk kişi xanım həyat yoldaşı ilə mülayim olsun. Xanıma söz təsir olunur. Çünki sən kökünü əldə eləməmisən məsələnin. Kökü var bunun. Kökü nədir? Məsələn. Çünki bu neçə illik səndən ailə qurub, həmişə ki, gətirib yeməyi qoyub qabağa, bunun gözləntisi budur ki, sən bir dəfə yiyəndə deyəsən, nə yaxşı pişirmişsən bunu. Bu, bunu neçə ildə eşitmir. Bu, bunu bir ildə görmür. Və can atır o yana, bunlara qulaq asın, təhlil edin hadisələr bizi. Can atır o yana, bu yana, rəfiqəsindən soruşur, necə yaxşı yemək pişirmək, tək ki, bunun üçün ki, qəşəng pişirsin, bu da gələnlisin, nə qəşəng pişirmirsən. Ora baxır, bura baxır, sayta baxır ki, yaxşı mətbəx, məsələn, yeməklər necə pişirmək, reseptini öyrənir, gəlir, pişirir, götürür, yenə qoyur bunun qabağına. Bu da yiyir, bir dənə kəlmə demir ki, yaxşı pişirmişsin. Əksinə, başqa yerdə yiyir, gəlir, deyir, filan yerdə bir dənə qəşəng yemək pişirmişdilər, yedim, ləzzət elədi. Düzdür? Bunu get-gedə narahat eləyir bunu. Problemlər yaşayır bu qadın. Sizin xəbəriniz yoxdur, gedir içəridə proses. Axırda bir dəfə deyir, onsuz da buna xeyri yoxdur. Gətirir, tərs səs qoydu qabağına. Düzdür? Kökardaymış. Başqa yerdə. Məsələni necə həll eləmək olar? Sən bu dəfə məsələni gələk belə həll edirsən. Bu dəfə doğrudan yeməyə götürəndə loxma